أشهد أن لا إله إلا الله. أشهد أن لا إله إلا الله. أشهد أن محمدا رسول الله. أشهد أن محمدا رسول الله. حي على الصلاة. حي على الصلاة. حي على الفلاح. حي على الفلاح. الله أكبر الله أكبر. لا إله إلا الله. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ به من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له. وأشهد أن محمدا عبده ورسوله. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء. واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم. ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. أما بعد فإن أصدق الحديث كتاب الله وخير الهدي هدي محمد صلى الله عليه وعلى آله وسلم. وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Möhtərəm müsəlman qardaşlar, ən birinci təqvalı olmaqda sarı. Və biz daima möminlərin sifətlərindən danışırıq. Çünki müsəlman çalışmalı mömin olan. Çünki bu sifət artıq nəzər tapan sifətlərdəndir. İnsan gerək nəzər tapan sifətlərə girsin. O ki, Müminun surəsində Allah subhanətlə buyurur: "Qad əfləhəl müminun." Artıq möminlər nəzər tapdılar. Bu qad sözü də ərəb dilində əgər keçmiş zamanla işlənirsə artıq 100%. Yəni qad əfləhə artıq 100% möminlər nəzər tapdılar. Müminun surəsində 1-ci ayəsi. Sonra ayələrdən sonra deyir o möminlər kimlərdir? Qad əfləhəl müminun əllədinəhum fi salatihim xaşiun. Onlar ki, namazlarla qorxu-qorxu edirlər. Yəni Allahdan qorxu, xuşunla. Biri budur. Və s. orada qeyd edir. Hansı ki, onlar zəkat verərlər. Onlar müəyyən əməli görərlər. Onlar müminlər. Onlar nəzər tapırlar. Çünki insan olsa mümin olmur. İnsan birinci müsəlman olur. İnsan birinci müsəlman olur, sonra mümin olur. Əgər müsəlman olandan sonra da əməlini çoxaldırsa, gücləndirirsə, o müminlik dərəsində çatır. Və həmçinin bu müminlik sifətini alan əməllərdən də biri şükür etməkdir.
müsəlman üçün möminliyin sifətlərindəndir. Mömin daima şükür edər. Görməzsən, mömin daima naşükür olan. Hələ o mömin deyil, naşükürlük etmək möminliyin əlamətlərindən deyil. Əgər biri naşükürlük edirsə, şükür etmirsə, mömin deyil. O müsəlmandır. Allah Subhanahu əmr edir. Bizə ki, ona şükür edək. Allah Subhanahu buyurur ki, وَاشْكُرُوا نِعْمَةَ اللّٰهِ اِنْ كُنْتُمْ اِيَّهُ تَعْبُدُونَ Bəqərə surəsi 172-ci ayət. Allah Subhanahu əmr edir. Əmr formasına gəlir ki, bəs وَاشْكُرُوا نِعْمَةَ اللّٰهِ Allahın nemətinə şükür edin. Naşükür olmayın. Əgər siz ona ibadət edirsiniz, əgər ona ibadət edirsənsə, ona şükür etkinən. Həmçinin Allah Teala başqa ayda əmr formasında buyurur ki, وَاشْكُرُوا لِي وَلَا تَكْفُرُونَ Mənə şükür edin. Mənə şükür edin, küfür etməyin. Yəni, naşükür olmayın. Həmçinin Rasul sallallahu aleyhi ve sellem buyurur, necə Suheyb'in rivayətində gəlir, Muslim rivayət edir, səhiddir. Deyir, Əsmən-i əmr-ül mümin. Deyir, müminin həyatı qəribədir. Rasul sallallahu təəccüblənir. Ne üçün? Çünki deyir ki, əgər ona yaxşılıq bir şey olsa, yaxşı bir şey olsa, şükür edər. Əgər ona bir yaxşı bir şey olsa, şükür edər. Və bu onun üçün xeyirli olar. Və ya bir çətinlik bir şey olsa, səbir edər. Və bu da onun üçün xeyirli olar. Və bu ancaq bir mömin üçündür. Bu möminin sifətlərindəndir. Şükür etmək və səbir etmək. Və bu qeyrisində deyil. Həmçinin bu şükür sözünün mənası şey yox ki, ərəb sözüdür, şükür. Ərəblər bunu cahili bölümdə işlədirlər, indi də müəyyən hallarda işlədirlər, deməli, o şeydir ki, məsələn, tam ki, məsələn, ərəblər deyirlər, şək elətirlər də, əgər, məsələn, heyvan kökəlsə, yeməyindən, yaxşı yeməyindən, sağlamlığından kökəlsə, o neymət ki, verilib ona yemək, onun əsəri onu görünür, köklüyü. Bu söz əsasən onda işlənir. Və bu sözü də işlənir ki, bu, əgər o neymətlər ki, ona verilir, neymətlər onun müqabilində Allah'a şükür etmək üçündür. Bu söz burada işlənir, ona görə. Ona görə bu, gərək Allahın neymətlərinə şükür edən, naşükür olmayan. Və, amma şükür mənası və İslam mənada isə Allaha sana etmək, Allaha təşəkkürü bildirmək, ona həmd etməklə, şükür etməklə. Lakin, bilginən ki, sən əgər istəyirsən şükür edən qullardan olasan, 3 dənə rükün var. O 3 şey olmalı ki, səndə hətta şükür edən qullardan olasan. Onlardan olmasan, sən şükür edənlərdən deyilsən. Ən birinci gələk, şükür edən adam etiraf etməlidir ki, bu nə gəlib ki, ona hamısı, bu neymətlər hamısı Allah Teala'dan. Qeyrisindən yox. Birinci şükür edən adam gələk bu niyyətdə olmalı, bu fikirdə, bu etirafda. Çünki nə verilir ki, buna hamısı Allah Teala tərəfindən verilir. O birisi hamısı səbəbdir. Birinci buna etiraf etməlidir insan. İkinci şükür şərtlərindən də biri budur ki, ikinci şərti. O neymətdən danışmaq. Yəni neyməti şükür etmək, yəni danışmaq, etiraf etmək, həmd etmək, bu neymətləri qeyrisinə mənsub etməmək. Bu da şükrün əlamətlərindəndir, şükrün. Yəni etiraf etmək və həmçinin danışmaq. Danışmaq bu neymətlərindən. Bu da şükür edən adamın ikinci şərti gerək olan. Bir insan olmasını etiraf edir, ayı danışmır. Yox, gerək həmd edirsən, dilinlə tələffüz edirsən, əlhamdülillah, şükür Allah'a. Həmçinin şükrün
Üçüncü şərtlərindən də biri budur ki, hətta müsəlman şükür edən qullardan olsun. Deməli, bu nemətləri halal olan şeyləri işlətmək. Əgər bu nemətləri sən haram olan şeylərdə işlədirsənsə, sən şükür edənlərdən sayılmırsan. Məsələn, mal dövlət Allah tərəfindən nemətdir, verilir insana. İnsan əgər bunu haramda işlətsə, o şükür edənlərdən sayılmırsan. Yəni, halalda işləyədənsən ki, şükür edəndən sayılmırsan. Bu üç dənə hükümdür. Şükür edən insanda olmalıdır. Həmçinin möhtərəm qardaşlar, bu şükür etmək sifəti Peyğəmbərlərin sifətidir. Bu da bu sifətin mühümliyi göstərir. Peyğəmbərlər şəkildə ən təmiz, ən gözəl sifətləri götürərdilər. Və Allah Subhanahu fikir edən İbrahim Aleyhisselama buyurur ki, ondan danışanda, Allah Teala qeyd edəndə ondan, xəbər verəndə buyurur وَلَمْ يَكُ مِنَ الْمُشْرِكِينَ شَاكِرًا لِعَنْعُمِهِ Allah Subhanahu İbrahim Aleyhisselam'la danışanda dedi ki, İbrahim Aleyhisselam şirk edənlərdən deyildir. Şərik qoşanlardan deyil Allah. Və Allahın neymətlərinə şükür edənlərdən idi. Bu sifət xüsusən qeyd olunur Peyğəmbərdə. Həmçinin Nuh Aleyhisselam Allah Subhanahu buyurur ki, bu halde İnnehu kâne abdan şəkura. Allah Subhanahu buyurur ki, Nuh Aleyhisselam'la danışanda deyir ki, o şükür edən qullardan idi. Şükür edən. Daima razıydı Allah Teala'dan. Allah Teala neymətinə, bəlasına, çətinliklərə baxmayaraq çətin idi ona. Qovma gəlmişdi. Şirk edirlər. O vaxt ki, yaxşı insanlar var idi, salih insanlar ölmüşdülər. Əsrlər keçdikcə insanlar olaraq şirkmişdilər ibadətdə. Artıq o dərəcəyə çatdırmışdılar ki, şirkdir, Allah'a şərik qoşurdular. Və Peyğəmbərə ehtiyac oldu. Allah Subhanahu Nuh Aleyhisselam'ı göndərdi. Nuh Aleyhisselam nə idi, onları dəvət elədi. Lakin xeyr olmadı. Hələ saladılar Nuh'u. Qəbul etmirlər o sözlərini. Bir şey insanlar bunları ibadət edəmir. Bunlar şəfa verməz. Bunlar kömək eləməz. Bunlar ölüb qalır. Lakin istihza edirlər, gülürlər və o vaxtın indi sözlərindən işlədirdilər indi o vaxt. Nə sözlər idi hələ deyənlərə Allah bilir. Və Allah Subhanahu bu vaxt əmr etdi ki, ona artıq görür ki, bu qoyunun iman gətirməksən. Və dedi ki, Nuh Aleyhisselam'a gəmi tutmuşur. Və gəmi tikəndə başlamaq bunu istihza ələ salmaq daha da çox alır. Çünki səhrada Nuh Aleyhisselam başlayıb gəmi tikməyə. Bu da ələ salınma əlinə bir elə bir ki, daha nə kimi düşürdür, buna baxın. Görürsünüz, biz deyirik, bu yalancıdır, səhrada gəmi tikir. Lakin bilmirdi Allah'ın arasına gəlir. Şükür etmədilər. Şərik qoşular Allah Subhanahu devam edir. Və Allah Teala deyir ki, Nuh Aleyhisselam'a وَاِنَّهُ كَانَ عَبْدًا شَكُورًا O qul, Nuh, şükür edən qullardan edir. Həmçinin başqa peyğəmbərlər Yusuf Aleyhisselam'a gelirlər, Quran-ı Kərimdə çoxdur. Həmçinin Rasul sallallahu aleyhi ve sellem o vaxt ki, gecə qalxıb ibadət edəndə bir gün ayaqları şişir. O qiyamda durduğuna görə çox. Ayşə radiyallahu anh müminlərin anası deyir ki, ya Rasulallah, sən Allah-u Teala sənə keçmiş və gələcək namağa başlayır. Yəni, sən yenə belə ibadət edirsən. Rasul sallallahu aleyhi dedi ki, Ayşə radiyallahu anh müminlərin anasına radiyallahu anh dedi ki, Əfələ əkuna abdən şəkura sən istəməzsən ki, mən şükür edən qullardan olum. Şükür edən. Və çalışırdı şükür edən. Yəni, ibadət şükürün əlamətlərindən biridir. Ne üçün namaz qılmaq lazımdır? Namaz qılmaq
şükür əlamətidir. Allah Teala'ya. Əlamətlərindən biridir. Ona görə namaz qılmalıdır. Və namaz, necə ki, şükür etmək özünə aiddir. Necə ki, ibadət sənə özün üçün edirsən. Necə ki, Allah s.ə.v. buyurur ki, "Oman yaşdur, fənnəmə yaşdur li nəfsi." Kim şükür edirsə, o özü üçün şükür edir. Yəni, özün savabı üçün. Həmçinin möhtərəm qardaşlar, Allah s.ə.v. şükür edənləri mükafat verir. Xeyli mükafatlar gözləyir onlara. Bu əmələ görə Allah s.ə.v. buyurur ki, وَسَيَجْزِ اللّٰهُ الشَّاكِرِينَ Allah Teala şükür edənlərə xeyli cəza verəcək, mükafatlar verəcək. Həmçinin şükür etmək nemətin çoxluğuna səbəbdir. Allah s.ə.v. buyurur ki, لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ Əgər siz şükür etsəz, mən sizin neymətimi çoxaldaram. Ne üçün neymət yoxdur? Asi. Asilik baş verir. Baş verir. Belə yerdə neymət olmaz. Neymətin gelməyin anlatmanın bir asilidir. Gəlməyin də şükür. Allah s.ə.v. buyurur ki, لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ Şükür etsəz, neymətimi sizə çoxaldaram. Həmçinin, lakin Allah s.ə.v. qeyd edir ki, Quran-ı kərimdə ki, şükür edən daim az olur. İnsanlar çoxsu naşükürdür. Allah s.ə.v. buyurur ki, وَقَلِيلَ مَا تَشْكُرُونَ Çox azı şükür edirsiniz. Şükür edən azı daim. Və başqa ayda buyurur ki, çox görərsiniz Quran-ı kərimdə o vaxt ki, deyir ki, mən sizə bunu etdim, bunu verdim, bizim belə gün, axırda ayələr xarif ki, لَعَلَّكُمْ تَشْكُرُونَ Bəlkə şükür edən qullardan sayılasınız. Deməli, bu əməllər hamısı, neymətlər, bu sifəti qazanmaq üçün möhtərəm arkadaşlar. Hələ belə qarnımızı doldurmaq və ya keyf çəkmək üçün deyil. Həmçinin şükür etmək Allah Teala'nın razılığını qazanmaqdır. Allah Teala buyurur ki, وَاِنْ تَشْكُرُوا يَرْقَهُ لَكُمْ Əgər şükür etsə, sizdən razı olacaq. Deməli, mömin naşükür təsəvvür olunmaz. Daima şükür edən. Nəyə şükür etməlidir müsəlman, mömin? Birinci, öz həyatına, neymətlərə. Bu həyat neymətdir verir sənə. Allah s.ə.v. buyurur ki, وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ لَعَلَّكُمْ تَشْكُرُونَ O neymətlərdən də biri bədəndir. Sağlamlıq neymətdir. Göz neymətdir. Ağız, burun, qulaq, hamısı neymətdir. Allah s.ə.v. buyurur ki, və sizdə qulaq verdik, gözlər verdik, qəlb verdik, bəlkə şükür edərsiniz. Bunlar hamısı əzalara görə insan görə şükrünü bildirməlidir. Həmçinin, o neymət də o qədərdir ki, yəni sayı yoxdur. İnsan əgər Allahın neymətlərini saymaq istəsə, sayı tutara bilməz. Ona görə o deməkdir ki, daima sən şükür edən olmasın. O deməkdir ki, sən bir 5-6 bir şeyə şükür etməni tutardır. O birisi məsələlərdən aşırı ola bilərsən. Xeyr. Həmçinin, sağlamlıq şükürdür. Şükür etmək lazımdır. Sağlamlıq. Əgər kim görmürsə sağlamlığın neymətin, gəlsin baxsın xəstələrə. Gəlsin xəstəxanaya görsün neymədə var insanlar. Öz sağlamlıq şükür etməlidir. Və ya məsələn, çətinliyə, nə qədər də çətinlik olsa da, bilgilən ki, səndən də pis olanlar var. Səndən də çətin olan vəziyyətdə olanlar var. Səndən də az olanlar var. Səndən də çox problemi olanlar var. Ona görə naşükür olma. Allah'a şükür et. Bax, bunu çoxsu, məsələn, görürsən, çox insanlar başa düşünürlər. Xüsusən, məsələn, cavanlarda görürsən, naşükürlük çox olur. Çünki qocalar həyat görürlər, həyatdan da acılıq görürlər, susuzluq görürlər, çətinliklər görürlər. Ona görə onun baxışları dünyaya, cavandan fərqlənir. Lakin cavan hələ şeylər görmür. Və ya məsələn, görürsən, bəzilər bu vəziyyətdən razı dövürlər. Gəlib İslamda elə bir imkan ki, belə olur.
İslam'a gəlir, elə bilir ki, həmişə belə olur və çox istəyir. Amma həmişə belə olmur, həmişə belə olmur. Heç nədən başlanmır. Bu da Allah-u Teala'ya şükür etməklə gəlib çatıb bura. Lakin onlar şükürlər görmürlər. Dünən gəlirlər, daima belə olur. Və naşükürlüydür. Görürsən sifətlərindən məsələn, daima naşükürdürlər. Dindirirsən, naşükür. Şikayət. Ya, müminlik sifətlərindən deyilmək arkadaşlar. Mümin olmaq istəyirsən, daima razı ol. Həmçinin dinə, müsəlman olmağına görə şükür et. Əhl-i və cəma olmağa görə şükür et. Nəysə, neymətlər çoxdur möhtərəm qardaşlar. Lakin yaddan çıxarma ki, Allah Subhanahu buyurur ki, şükür edənlər azdır. Və daima bu kəlməni təkrarlar, daima razı ol ki, inşallah bəlkə sən də o sıralarda olarsan Allah-Allah'a, o qullarına razı olmasın sıralarında ki, şükür edən qullarına sıralarında olmayan. Allah Subhanahu buyurur ki, وَلَكِنْ أَكْسَرَ النَّاسِ لَا يَشْكُرُونَ. Lakin insanlara çoxsu şükür etmir. Görürsən, millə çətinlik gelir, coşur özündən, sözlər deyil. Bir çəkişli söz deyil, fikirləşir, zənn deyil. Lakin naşükürlə amətlərindəndir. Savasızlığın və s. Allah Subhanahu inşallah bizi şükür edən qullarına etsin. Allah Subhanahu bizi naşükür etsin. Allah Subhanahu millətimizə idarət etsin. Allah Subhanahu o əllər bütün müsəlmanlar əziyyəti Allah Subhanahu kömək etsin. Allah Subhanahu cümləyə ki, qardaşlar gəlir. Allah razı olsun. Kimin xəstəsi var, Allah Subhanahu